أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. Sadaqallahul aliyyul azim. Peyğəmbər alı Peyğəmbərə səlavası gedək. Allahümmə salli ala Muhammed və ali. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən, dinləyən hər kəsə. Allahdan diləyək, Allah mütəal Rəbbəl aləmin olan, yenilməz qüdrət və qüvvət sahibi olan Allahımız etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları Rəbbimizə əl açaraq ondan istədiyimiz hacət və mətləbləri rəva eləsin inşallah. Allahdan diləyək, Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Xalqımızı, cəmiyyətimizi bir-biri ilə rəuf-i mehriban eləsin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, bildiyimiz kimi bugün cümə günüdür. Cümə hədislərdə qeyd olunub Seyyidül Əyyamdır, həftə günlərinin ağasıdır. Həftə günləri içərisində ən nurani, ən xeyirli, ən bərəkətli, ən ruzili gündür. Quran məntiqi ilə baxmış olsaq, istinad edəsi olsaq, bugün sonuncu xilaskarımızın gəliş günüdür. Bugün o günümüzdür ki, yer üzəri haqsızlıq, ədalətsizlik, zülmlə əhatə olunduğu və idarə olunduğu bir vaxtda dövrdə o Həzrətin gəlişi ilə haqsızlığın aradan gedib haqqın, ədalətsizliyin aradan gedib ədalətin, zülmün, sistəmin, nifaqın kökünün kəsilərək sülhün, əmniyyətin yer üzərində bərqərar olacağı bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin və üzərimizə düşən işləri, vəzifələri tam, dürüst yerinə yetirməkdə hər birimizə güc və qüvvət versin inşallah.